Düşünürəm ki, onların söhbətləri ilə bərabər nəyisə öyrənəcək, nədənsə xəbərdar olacaq. Bugün mətbəximizdə də çox ləzzətli bir şirniyyatın hazırlanma qaydasını bərabər öyrənəcək, amma onu mən etməyəcəm. Həbibə Hüseynova olacaq, qida üzrə bloqçu. Gəlin Həbibə xanım, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Necəsiz Xədicə? Mən əlayam. Sizlər gələndə mən necə ola bilərəm? Günay xanım, siz niyə orada getdiniz? Gəlin bizə yaxın. Sizi bir çöndərin, sizi izləyicilərimiz görsün. Salamlayın onları. Salamlayıram hər birinizi. Buradan məni izləyən hər kəs bilir ki, mən Günə Davamın daimi qonağı olmuşam. Sizinlə ilk dəfədir. İnşallah axarlı olar. Amin, amin. Davamlı olar. İnşallah mən sizi çox sevirəm. Ay, qarşılıqlıdır. Həqiqətən çox bəyənirəm sizi. Maraqlıdır ki, bəzən biz tanımadığımız insanlarla rastlaşanda sanki çoxdan bəri bir-birimizi tanıyırıq, amma bəlli bir məsafəmiz var. Bəli. Bəlli bir ara var ki, biz tez-tez görüşmürük, amma görüşəndə də sanki dündən ayrılmış kimi. Bilmirəm, məndə belə bir hissiyat Belə olur, var. məndə də Sanki olur. sizi çoxdan da tanıyıram. Nə gözəl. Hə, xoş gəldiniz. Deməli, yaxşı aura vermişəm sizə. Ümumiyyətlə, bax, buranın maraqlı bir aurası var. Yaradıcı heyətimizlə bərabər, ümumiyyətlə, böyük bir heyətimiz var. Bir verilişin ərsəyə gəlməsində bilirsiniz ki, böyük bir heyət çalışır və hər birimiz çalışırıq ki, bu vaxt ərzində maraqlı zaman keçirdək və ən əsası faydalı olaq. Buyurun, sizi göndərim ən sevdiyiniz yerə, mətbəxə, əslində hamımızın sevdiyi yerdir. Hə? Günay xanım, sizin mətbəxləriniz necədir? Hələ ki Gələrsiniz. Mən də qonaq Biz qəbul ikimiz də sizə qonaq gələrik. Süfrələrimi yəqin ki, Biz çox sevirik qonaq etməyi. siz bizə qonaq gələrsiniz inşallah. Mütləq. Mən də qonaq qəbul eləməyi həddindən artıq çox sevirəm. Qızlar, amma bir dəqiqə, indi sanki mən də sizi evimizə qonaq çağırmışam da. Siz bugün mənim qonağımsınız. Biz əli dolu gəlmişik. Ay, sağ ol. Bugün siz nə hazırlayacaqsınız Bu günləri çox dadlı bir Azərbaycan mətbəxinə aid olan kulinariyamızda, məhz jurnalımızda var, bu kitabımızda var. Şarlotka deyə bir şirniyyat var. Almadan hazırlanır. Mən Gəl də ona onu bir milli hazırlayacağam. ad fikirləşək də. Alma piroqudur əslində, amma adı Şarlotka gedir də. Olsun. Əslində mən alma ilə bağlı şirniyyatların hamısını sevirəm. Çox yüngül olur, ona görə. Ləzzətli olur. Bəli, bəli. O zaman bugün sizin hazırladığınız bu şarlotka hansı ərzaqlardan istifadə olunacaq? Bir onu gözdən Çox sadə keçirdək. içliyi var. 3 ədəd yumurta, 200 qram şəkər tozu ilə çalınır. Üzərinə qatıq əlavə olunur, duru yağ əlavə olunur. 1 ədəd qabartma tozu, vanil, yəni qabartmanı soda ilə, sirkə ilə də əlavə etmək olar və apardığı qədər horra kimi halına gələn un. Daha sonra içərisinə 2 ədəd almanı qabıqsız formada doğrayırıq. Üzərinə qabıqlı, görəcəksiniz, gül formasında alma yığırıq. Hə, onu mən bilirəm. Onu ara sıra mən də hazırlayıram. Amma qızlar, bir məsələ var ki, deməli, çiğ vəziyyətdə olmur. Amma bişənə yaxın xəmir ki, qalxır, o incə dilimlənmiş almanın dilimləri sanki xəmirin içinə batmış olur. İndi görərsiniz ki, o necə olacaq. Bugün o zamanlarda xahiş eləyəcəm ki, məni Mən indi onu çağırasınız. başa salacağım ki, o necə olur ki, onun içərisinə batmır. Onun düzülüş forması var. Afərin, məmnuniyyətlə baxacağam. Aha, Çünki düzülüş dostlarım düzgün çox olanda. sevir o piroqu hazırlayan. Məncə də. çox şad oldum sizin kimi gözəl xanımla zövqlərimiz. Ay, bu qarşılıqlıdır. Verir, bu haqdaydı. 2 aktrisa, bir aktrisa bütün sənətini atıb ailə məişət problemləri ilə məşğul, digər isə 40 yaşı keçib yeni rollerinizdir. Həbibə xanım bugün bizə nə gözəl bir piroq hazırlayır, maşallah. Əl səliqəsi də göz qabağında, düzmürəm, oradan görə bilirsiniz, yoxsa yox. Almaları artıq, bu deməli, bəli, piroqdur, dilimlədir və indi əsas məsələ, aha, dedilər, biraz əyin ki, görək. Çünki almalar sonra içəri batar. Cavidan, görsən, hər işdə bir Sir var. tamamilə doğrudur. Sir var, həm də Mütləq ki, hər şəkildə. işin öz peşəkarı olmalısan da. Məsələn, siz bayaqları vurğuladınız ki, bu almalar içəri batır və qabarır, sonra puf olur. Tamamilə Bunun doğrudur. sirri ondadır ki, məsələn, siz əydiniz də, piroqu heç nə olmaz, düzəldəcəm. Bu Özünü almaları... sığortaladı, gördünüz. Əydiniz, gəldi, sabah. Gördüyünüz kimi, yo, əstəğfurullah. Onsuz da mən indi onları düzəldəcəm, çəkəcəm geri. Almaları düzmək, məsələn, xanımlar indi göstərəcəm, bu formada qoyurlar üstünə. Məsələn, mən belə göstərim də, belə qoyurlar. Alma piroqun üzərinə belə qoyulmaz. Ona görə ki, bu avtomatik içəri batacaq. İçəri batmamağı üçün biz bunu nə edirik? Almanı yanbəki qoyuruq, yanbəki. Və bir-birinə sıx şəkildə qoyuruq. İndi olar mənə deyim. Körlamaram ki, Yox, mən düzəldərəm. məsələn evdə eləyəndə, mən onları bax belə dik. Bəli.
Bəli, yanbəki, yəni biraz da maili Amma formada. sizinki daha qəşəng sərgəli. İndi yığılanda tam gül forma, Hə, gül düzdür. formasında Mən də sizə şəklini göstərəcəm. İndi veriş bitsin. Hə. Onun ki variantı. Onda evdə eləyirsiniz Xədicə Hə, xanım. əlbəttə eləyirəm. olsun sizə. O əsas Lazımdır. Hə, mütləq lazımdır. Bir də bilirəm ki, siz evi də çox sevirsiniz. Ara sırada, hə, ailədə olanda, axşam yeməyi hazırlayarkən hazırlanmış şirniyyatlarda, hətta onu böyüklərimiz xüsusi bir qablaşdırmada saxlayardılar. Saxlayardı. Düzdürmü? Əvvəllər balonların içərisinə Ay, yığardılar. Mən uşaq idim, böyük nənəm bişirərdi, çox bişirərdilər. Həddindən artıq çox bişirərdilər. Necə də qalırıq xarab olur. Onlar görürsünüz. balonun içərisinə dəsmal qoyurdular, balonun içərisinə qapağını bağlayırdılar və haçan baxardın kravatın altında şəkərbura paxlava Ay, Allah. balonların içərisində olurdu. Bütün böyüklərimizin sağlığını bərpa etsin deyəcəm. Amin inşallah. Və ömürlərini uzun etsin deyəcəm. Və heç bir ailəsi Amin inşallah. olaraq etmək istəyirəm ki, bugün dəyərli Həbibə xanımın hazırlayacağı deməli almalı piroq artıq sobadadır, bişmək üzrədir. İnşallah ki, verişin sonuna Bəli, hazırlar da. bəli, inşallah, əlbəttə ki. Hamı səbirsizliklə Səbirsizliklə olur, gözləyir. gözəlliyi görür. İnşallah. Düzdür, çox təəssüf ki, bilməm siz görə bildiniz yoxsa yox. Artıq almaların düzülüşü doğrudan da çox qəşəngdir. İndi görəcəm. Instagram verişin sonunda. səhifədə sonra çəkdim, paylaşarıq. paylaşdım. Aferin. Onu izləyərik. Bəli. Və bizim Aha. Mən sevirəm öz bürcümü. Elə mən də sevirəm, çünki gözümdə dolu çərçivəsi. Qoyaq təzədən. Aha. Biz Qızarsın. istəyirik ki, piroqun görünüşünü gözəldir. göstərək. Həqiqətən də çox qəşəngdir. Əllərinizə sağlıq. Təşəkkür edirəm. Mən gəl Var ki, olun. biz bu ustad dərslərini göstərməliyik burada. Növbəti dəfə mən də Gördünüz ki, hazırlayaram. yatmadı. Hə, aferin. Meyvələrin O zaman pastoloji simvolik var, bilirsiniz? istədik ki, Qaynardır. uşaqlar, hə, biz onu Qaynardır. toxuna bilmirik. Qoyaq O da damansın, güzel. təzədən sonra Kəm kəsəlim. damalacaq. Aha. Meyvədir. Yəni görünüşü Gilasdır. həqiqətən də çox gözəldir. Təşəkkür edirəm. Aferin deyirəm Çox sizə. sağ olun, var olun. Və 3 ədəd yumurta. Aha, Elif mən bağlayacağım. Yumurta 200 qram şəkər tozu ilə çalınır ağarana qədər. 200 qram qatıq, 200 qram Mən şəkər duru tozu yağ, dedik. Aha, bəli, duru 200 yağ. qram duru yağ, 1 ədəd qabartma tozu, 1 ədəd vanil, içərisinə Aferin. 2-3 ədəd almanı qabığını soyuruq, doğrayırıq. Un 200-250 qram, yəni horra şəklində xəmirimiz sıvı salınır. olmalıdır Bəli, amma, bəli, hə? bəli, bəli. Çox da Və bərk üzəri olmamalı. üçün almaları qabıqlı qoymaq lazımdır ki, almalar büzüşməsin, yığışmasın və qalınlığı da həddindən artıq nazik olmasın ki, onun da püf nöqtəsi odur ki, yığılmasın. Görürsünüz. Və yığanda da göstərdiyim kimi içəriyə doğru yığmaq lazımdır ki, onlar dağılmasınlar. Aferin. Neçə ildir bu işlə məşğulsuz? Artıq 19 ildir. Aferin. Amma belə baxanda tələbəyə oxşur, düzdürmü? 9 yaşında. Çox sağ olun. Hə, həqiqətən də hər bir xanımın öz özəlliyi var, gözəlliyi var. Bax, burada bir neçə xanım var. Hər kəs öz sahəsində uğur qazanmış xanımlardır. Və Sözü vurğuladım. Çünki Doğrudan. sizin özünüzün auranız müsbətdir, enerjiniz çox gözəldir. İndi təsəvvür edin, o ləzzətli piroqu datdıqdan sonra mənim auram necə gözəlləşəcək. Tamamilə doğru İki dolça bərbəh bir araya olacaq. gələndə Həbibə xanım, siz nə deyərsiniz? mən də onu deyərdim ki, mənim üçün bütün qadınlar özəldir və gözəldir. Mənim üçün Həqiqətən. də, Və mənim üçün heç bir qadın çox istəyirəm ki, daha doğrusu bütün qadınlar öz arzularına, içlərindəki o yaratdıqları obrazları ona çatsınlar. Çünki mən özüm tibbi işçisi olmuşam və illərlə tibbi işçisi olmuşam, bəli, və oranı oxuyub bitirmişəm hətta. 15 ildə işləmişəm. Və işləyə bu sənəti, hətta 2 gün bundan qabaq anam bizdə idi, qonaq idi. Söhbət edirdik. Ana mənə belə bir söz dedi, sən öz içindəki cövhəri üzə çıxartdın, özün öz içərisində. İndi ananız yəqin ki, sizi izləyir də. Bəli, hə? buradan öpürəm O gün anamı. bugündür. Ananızın adı nədir? Aygün. Aygün xanım, çox təşəkkür edirik ki, belə bir qız dünyaya gətirmisiniz və sizin simanızda Təşəkkür bütün edirəm. qız övladlarımızın və yalnız arzularının dalınca getmələrini arzulayıram. Bu həyatda özlərini tapmalarını arzulayıram. Xoşbəxt olmalarını arzulayıram. Əlbəttə biz zərifik, biz incəyik, elə deyil. Eyni zamanda Tanrı bizi güclü yaradıb, çünki dünyaya övladlar gətiririk, elə deyilmi? Və ondan da əlavə düşünürəm ki, bu həyat çox maraqsız olardı biz olmasaydıq. Düzdür. Odur ki, qəlbinizdəki, içinizdəki işıq hər zaman saçsın və yavaş-yavaş yekunlaşdırırıq. Həbbən piroqu əminəm ki, nəfis olacaq. Verişin sonunda onun tam versiyasını Instagram səhifəmizdə paylaşacağıq və əlbəttə ki, dəyərli